Salam yoldaşlar, axşamınız xeyir olsun. Qaldığımız yerdən davam edirik. 61-ci sual. 61-ci sualda işıqlı sözün fonetə xüsusiyyətləri ilə bağlı düzgün fikirləri müəyyən edin deyir. Baxırıq sözə, işıqlı sözüdür. İşıqlı sözü də q ilə bitən sözdür, işıq sözü və ona samitlə başlayan şəkilçi qoşulub. Sonra q ilə bitən sözlərdə samitlə başlayan şəkilçi və yaxud da söz gələrsə, x kimi tələffüz olunurdu. İndi bu sözün tələffüzü necə olacaq? Baxın, işıqla bu formada. Deyir ki, düzgün fikirləri müəyyən. Yazılışı ilə deyir ki, fərqlənmir. Fərqləndə axı q x-ya keçdi. Bir ola bilməz. Bir variantı A-da var, getdi. Y-də var, getdi. C-də var, getdi. Baxın, çıxdaşla eləməkdə bizə çox kömək edir. Bir dənə distraktoru oxumaqla artıq bizim 3 variantımız getmiş oldu. Deyir, 2 çar bir cingiltili samit vardı. Yəni biz burada yenə də tələffüzə baxacağıq. Baxırıq. Ş çardır, x çardır. Deməli 2 dənə çar var. Bir dənə isə cingiltili var. Fikri doğrudur. Doğru olduğuna görə 2-ni götürürəm. Vurğusu ikinci heyecanın üzərinə düşür. Baxın, heç baxmıram. Tutaq ki, vurğu ilə bağlı probleminiz var. Vurğunu bilmirsiniz, hardadır, necədir, dəqiq bilmirsiniz, əmin deyilsiniz. Baxın, biz biri çıxmaqla A, C və Y variantını silmişik, düz deyilmi? Qalıb bizim 2 variantımız. Ya cavabımız B-dir, ya da D-dir. Baxıram, B ilə D-ni müqayisə edirəm. Baxıram, 2, 4. Hər iki variantda varsa, artıq 2 ilə 4 dəqiq. 3 yoxdursa, 3 deməli ilk hecəyə düşür, fikri yanlışdır da. Ya mənim cavabım burada 5-dir, ya da 6-dır. Elə baxan kimi görünür ki, 6-cı fikirdə deyir, ş çar, q və l cingiltili samitdir. Düz deyir. Ş çar samitdir. Q və l da cingiltili samitdir. Bu düz deyir. Problem yoxdur. Problem bilirsiniz nədədir? Problem siz sözün yazılışına baxsaz ki, o zaman sizdə problem olacaq. Sözün tələffüzünə baxanda biz burada q hərfini görürükmü? Baxın. İşıqlı. Baxın, transkripsiyanın içərisinə baxın. Orada q hərfi var. Yoxdur ki. Q səsi deyək. Q səsi yoxdur ki. Yoxdursa deməli 6-cı fikirdə səhvdir də. 6-nı da siləndən sonra B variantı getdi. Mənim cavabım D çıxdı. Heç 3 ilə 4-ə baxmadım. Doğru idimi, yanlış idimi? Çıxdaşla, yəni belə bir üsulla da təbii ki, vurğunu bilməlisiniz, ahəng qanunu pozulması, bunlar bəsit bir mövzudur. Amma hər hansı bir söz verilib, amma siz qalmısınız girincdə vurğudur, tapa bilmirsiniz və yaxud da əmin deyilsiniz, onda bu üsuldan da istifadə edib doğru cavabı tapmaq olar. Yəni, iki tərəfli baxın. Tam dəqiq baxmağınız daha yaxşı olar, daha möhtəşəm olar. Amma imtahanda qarşınıza çıxdı, həyəcanlandınız, qarışdırdınız vurğu hardadır, necədir. O zaman çalışın alternativ yollardan istifadə edin. Vurğusu ikinci hecəyə düşür. Yəni, ikinci hecəmiz nədir? I. İşıqlı. Bu formada demirik ki, işıqlı vurğu sonundadır. Deməli, üçüncü fikir səhvdir. 4. Ahəng qanunu pozulmuşdur. Bəli, I qalın, I incə saytdır. Buradan da görürük ki, cavabımız həqiqətən də D bəndidir. Baxırıq 63-cü sual. Məqsəd sözünün fonetə xüsusiyyəti. Baxın, burada deməli işıqlı sözü sonu q ilə bitən sözlərin qayda qanunu ilə biz yola çıxdıq. Burada da sözün ortasında olan q samiti. Hər dəfə belə cümlələr çıxdıqdan təkrar eləyirəm. Dərsdə də dəfələrlə təkrar eləmişəm. Test izahlarında da dəfələrlə izah eləyirəm. Laqeyd yanaşmayaq. Məqsəd sözü. Demişdim ki, sözün ortasında q samiti gəlibsə, ondan sonra gələn çar samitdir, yoxsa cingiltili samitdir, buna baxırıq. Əgər sözün ortasında q gəlibsə və q samitindən sonra çar samit gəlibsə, q k kimi olacaq. Olacaq belə. Məqsəd. Niyə t oldu? Çünki d ilə bitmiş sözdür. Sonu b, d, c, c ilə bitən sözlərdə çar qarşılığını yazırdıq. Bəs cingiltili gələrsə onda necə olacaqdı? Cingiltili olanda söz necə yazılıbsa o cürdə tələffüz olunacaq. Məsəl üçün buna bir nümunə yazaq. Miqyas.
Baxın, miqyas sözü də sözün ortasında q hərfi gəlib, amma ondan sonra nə gəlib? Cingiltili samit gəlib. Cingiltili samit gəlibsə, deməli bu sözün deyiliş və yazılışı eyni olacaq. Yəni q olduğu kimi qalacaq. Ola bilsin ki, elə bir söz verər ki, q olduğu kimi qalar, amma sözün sonunda səs dəyişər və yaxud da səs düşər, səs artar. Yəni q olduğu kimi qalır. Əgər kar samit gələrsə, o zaman k kimi olacaq. Bir dənə burada istisna məqamımız var idi. O istisna məqam hansı idi? Haqlı sözü. Yazaq bura haqlı sözün. Haqlı. Haqlı sözü də indi öyrəndiyimiz qaydanı tətbiq eləsək, olduğu kimi olacaq da q. Çünki q-dan sonra l cingiltili samit gəlib. Amma bunun tələffüzü olacaq haqlı. Haqlı. Bir dənə istisna bu sözdür ki, q-dan sonra cingiltili samit gəlsə də q k kimi tələffüz olunur. Qalan bütün məqamlarda kar samit gələcəksə k, cingiltili samit gələcəksə q kimi olacaq. İndi baxırıq. Bizə deyir ki, səhv fikri tapın. S samiti kar, digər samitlər isə cingiltili. Baxırıq. Elə səhv budur da. Elə səhv budur. Deyir s samiti kardır. Düz deyir, kardır. Baxın, s səsi işlənib və kardır. Digər samitlər isə cingiltilidir. Axı t cingiltili deyil, kardır. Sənin sözün yazılışı ilə çaşdırmaq istəyir ki, həqiqətən də sözün yazılışına baxın. Burada m-dır, q-dır, s-dır, d-dır. Bir dənə s burada kardır, qalanları cingiltilidir. Sən əgər sözün yazılışına baxsan, deyirsən ki, A variantı səhv deyil, doğrudur. Amma biz nə etməliyik? Sözün tələffüzünə baxmalıyıq. Hər sualda dəfələrlə təkrar eləməyimdə məqsəd odur ki, bir dəfəlik bu qayda qanunları yadınızda saxlayasıq, həkk olunsun. Ola bilsin ki, bezdirici olar. Hər dəfə eyni şey deyirəm, hər sualda eyni şey deyirəm. Bu sizə bezdirici gəlməsin, əksinə öyrədici gəlsin. Fıstıq sözü. Fıstıq sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikir. Deməli, burada fıstıq sözü də q ilə bitir. Necə olmadı? Fıs. Bu yazını da bir türlü öyrənə bilmədim də. Fıs. Bu formada olacaqmı? Bəli, sonra q ilə bitdiyinə görə olacaq fıstıq. İndi səhv fikir istəyir. Baxın, q cingiltili t kar samitdir, düz deyir. Həqiqətən də q cingiltili t kar samitdir. Yəni bu cür yanaşsan getdi. Bir dənə sualın getdi. Necə yanaşmalıyıq? Düz deyir də, q cingiltili t kar samitdir. Axı müəllim bizə cingiltili kar samiti belə öyrədib, bu cür öyrədib. Yəni deyib ki, q cingiltilidir, t kar samitdir və A variantında da belə bir fikir var. Hə, deməli doğrudur da. Və mən q-nın cingiltili və t-nın kar samit olduğunu desəm də, fonetik təhlildə nə demişdim? Demişdim ki, hecadır, vurğudur, ahəng qalıdır, sözün yazılışına baxırıq. Bax, bu sözün yazılışına baxırıq. Digər bütün məqamlarda nəyə baxırıq? Sözün tələffüzünə. Sözün tələffüzü də burada. Hanı q? Hanı? Bax, burada hanı q? Bu sözdə q varmı? Yoxdur. Bəs nə gəzir burada q? Deməli, səhv fikir A-dır da. I qalın qapalı dodaqlamanın səthdir, düzdür. F və S kar samitlərdir, düzdür. Vurğu ikinci hecanın üzərinə düşür, düzdür. Yazılışı ilə deyilişi fərqlənir, düzdür. Çünki q x-ya keçdi. Səhv fikir oldu A. Keçid alırıq 64-cü suala. 64-cü sualda kəskin sözünün fonetik xüsusiyyəti ilə bağlı. Kəskin sözünü necə yazırıq? Demişdik, bunların hər birinin qaydasına toxunmuşuq. Kəskin. Q keçdi, yəni Q kar samiti keçdi cingiltiyə. İndi baxın, hecalardakı hərflərin sayı bərabərdir. Kəskin. Hecaya necə alınır? Kəskin. Hecalardakı hərflərin sayı bərabər o deməkdir ki, baxın, kəskin. Hecaya bu cür ayrılır və hər hecada nədir? 3 dənə hərf buradadır, 3 dənə hərf buradadır.
Hecalardakı hərflərin sayı bərabərdir. Birinci hecada da 3 dənə hərf var, ikinci hecada da 3 dənə hərf var. Deməli bu doğru fikirdir. Deyilişi ilə yazılışı fərqlənir. Bəli, Ç, C-yə keçdi. Ə incə açıq dodaqlanmayan, İ incə qapalı dodaqlanmayan saatdir. Doğrudur. Samit səslərin üçü də kar, üçü kar, biri cingiltili. Baxırıq. Ç kardır, S kardır. 2 dənə nə oldu? Kar. C ilə də N nə oldu? 2 dənə də cingiltili. 2 kar, 2 cingiltili. Səhv burada. 3'ü kar değil, axı ikisi kardır. Biri cingiltili değil, ikisi cingiltilidir. Yəni bu yenə də bizi sözün yazılışı ilə çaşdırmaq istəyir. Diqqət eləyin sözün yazılışına. Ç kardır, S kardır, Ç yenə də kardır, 3 kar, 1 cingiltili. Yenə də bizi sözün yazılışı ilə aldatmaq istəyir. Aldanmayın. Nöqsan sözü yenə də bayaq hansı sual idi? Orada da var idi. Sözün ortasında q gəlib və ondan sonra q'dan sonra nə gəlib? Kar samit. Kar samit gələndə də demişdik ki, q olacaq. Olacaq. Nöqsan. Nöqsan vurğu ikinci hecanın üzərindədir. Düzdür. Nöqsan sondadır vurğu. Ö incə açıq dodaqlanan A qalın açıq dodaqlanmayan saitdir. Doğrudur. Səs və hərflər sayca bərabərdir. Burada hər hansı bir səs artımı, səs düşümü yoxdursa, deməli bərabərdir. 2 hecalıdır. 2 dənə sait var. 2 hecalıdır. N və Q. Baxın, yenə də Q yazıb bura. Hani burada Q? Sözün yazılışına baxsan deyəcəksən düzgündür. Baxın, bura baxın. Burada Q samiti varmı? Yoxdur. Deməli cavab 7-dir. Demək olar ki, bütün testlər 1-2 dənə qaydadır və bütün testlər 100 dənə, 200 dənə testlər o qaydaların üzərində qoyulub. Burada nöqsan sözünü soruşur, orada fıstıq sözünü soruşur. Yəni sonu q ilə bitən sözlər, sözün ortasında gələn q samiti. Bu qaydanı bilirsinizsə bu sualları rahat şəkildə yazacaqsınız. Yox, əgər tam aydın olmayıbsa, nəyisə başa düşməyibsinizsə və sona kimi əziyyət çəkəcəksiniz, sona kimi səhvləriniz olacaq. Yəni götür, otur, aç kitabı, oxu, öyrən, soruş, öyrən, ondan sonra gəl sualları rahatlıqla yaz getsin. Usta sözünün fonetik səbəbi səhv fikir. Usta sözü necə olacaq? Usta t keçdi. Aya. Səhv fikir istəyir. Salam əleykum. A variantı. Ana, burada t var. T görürsünüz burada sözün yazılışında. Yoxsa deməli A variantda. Çox bəsit suallardır. Yəni bunları hər biri bəsit olmağı bir qırağa, hər birinin incəliyinə qədər izah eləmişəm. Digər variantlara baxmaq lazımdır. 2 hecalıdır, bəli, 2 dənə sait var. Vurğu ikinci hecalı usta, bəli. U qalın qapalı dodaqlanan, A qalın açıq dodaqlanmayan saitdir, bəli. Dəqiqəmizdə gedir. Belə. Səs və hərflər arasında kəmiyyət fərqi yoxdur. Doğrudur, kəmiyyət fərqi yoxdur. Niyə yoxdur? Çünki sözdə hərf və səs artımı və yaxud da düşümü yoxdur. Ahəng qanununa tabedir. Keçid alırıq. Növbəti sualımız 67-ci sual. Həftə sözü. 67. Həftə sözü necə yazılacaq? Həmişə sözü götürün, bir dənə qaralanma, bir dənə dəftər tutun, yazın. Hansı sözü verirsə, onun transkripsiyonu açın, yazın. Həftə. Həftə. Sözdə 2 kar, 1 cingiltili samit var. Baxırıq. H kardır, F kardır, yəni 2 dənə kar, bir dənə də qaldı nə? Cingiltili. Bu doğrudur, bizdən səhv fikir istəyir. Ə ində dodaqlanan açıq saitdir, düzdür. Vurğu birinci heca. Həftədir, yoxsa həftə? Həftə. Həftə. Vurğu sondadır. Birinci heca düşüb fikri yanlışdır. Deməli cavabımız C oldu. 5 səs 5 hərfdən ibarətdir, doğrudur. H samitin cingilti qarşı yoxdur. F səsinin cingilti qarşı isə V-dur. Düzdür. Cavab oldu 67-də C. 68-ci sual. Deməli, rəftar sözünü verib. Rəftar.
Yenə də FT. Ümumiyyətlə T ilə gələn sözlərin əksəriyyəti görürsünüz ki, D-ya keçir. Yəni bu sözü tələffüz edərkən necə? Rəftar. Rəftar. 2 kar samit yanaşı işlənmişdir. Baxırıq. Yanaşı işləyən 2 dənə samit var. Biri F karda, biri də D cingiltikdə ilə cavabımız A oldu. Baxın, yenə də sözün yazılışı ilə bizi vurmaq istəyir. Hər dəfə bizim diqqətimizi sözün yazılışına yönəldir, bizi çaşdırır. Ancaq sözün yazılışına baxmaqla siz cavab tapa bilməyəsiniz. Burada FT 2 dənə cingiltili samit işlənib, ikisi də kardır. A variantına da qəsdən qoyub ki, 2 kar samiti yanaşı işlənmişdir. Heç şagird aşağı düşməsin də. Elə burada baxan kimi desin, hə, bu doğru fikirdir. Amma görürük ki, transkripsiyanın içərisində T keçdi, D-ya artıq 2 kar samiti yanaşı işlənmişdir. Fikri səhv oldu. Digərlərinə baxmağa ehtiyac yoxdur. Seçki sözünün fonetik xüsusiyyəti. Seçki. Lövhəyə də yazmışdım, dəfələrlə yazmışam. Çox yazmışam bu sözü. Ç səsinin ifadə etdiyi səslərdə çox yazmışam. Seçkidir, səpkidir. Bu tipli sözləri çox yazmışam. Lövhədə hansı sözləri yazmışamsa, hamısı bir testdə qarşımıza çıxır. Seçki sözü olacaq. Seçki. Baxırıq. Sərf fikir istəyir. İ incə qapalı, dodaqlanmayanda. Doğrudur. E incə açıq, dodaqlanmayanda. Bu da doğrudur. Hər 3 samitin cingiltili qarşılığı var. Hər 3 samitin cingiltili. Səhv budur. Baxın. Yenə də yazılışla bizi çaşdırmaq. Hər 3 samitin cingiltili qarşılığı var. Bax, S-nın cingiltili qarşılığı varmı? Bəli. Çünki S kar samiti cingiltili qarşılığı var. Bundan razı. Ç kar samitdir, düz deyilmi? Cingiltili qarşılığı var. Bəli. C-nın da deyirsiniz ki, qarşılığı var K. Düz deyirsiniz. Amma cingiltili qarşılığı yox. Elə zaten C cingiltili samitdir. C cingiltili samit olduğuna görə bunun kar qarşılığı olur. Hər 3 deyir samitin cingiltili qarşılığı var. Hər 3 yox. Bu sözdə 2 dənə samitin cingiltili qarşılığı var. Bir samitin isə kar qarşılığı var. Səhv fikir budur. 5 hərf, 5 səsdən ibarətdir. Səs düşmü və yaxud da səs artımı yoxdur. 2 hecalıdır. Bəli. Vurğu sonuncu yerdə düşür. Bəli. Səs və hərf tərkibinə görə fərqlənən sözü müəyyən edin. Müəyyən eləyək. Səs və hərf tərkibinə görə fərqlənən söz. Niskil sözündə ənənəvi sözü verib, müzakirə verib, məşğul sözü verib, kəşfiyyatçı verib. Səs və hərf tərkibinə görə fərqlənən söz burada C bənd olacaq. Niyə, necə, nə cür? Baxırıq. Niskil sözündə, müzakirə sözündə, ənənəvi sözündə, məşğul sözündə səs artımı və yaxud da səs düşümü varmı? Yoxdur. Niskil sözündə 3 dənə hərf var, 3 dənə də səs var. Müzakirə sözündə həmçinin neçə hərf varsa o qədər də səs var. Amma kəşfiyyatçı sözü olacaq. 2 yığ sözün kökü vardı, deyilmi? Kəşf. Kəşf sözün kökü varsa demişdik ki, 2 yığdan biri düşəcək tələffüzdə. Kəşfiyyatçı biri düşəcək. Y-nın biri düşdüyünə görə deməli nə oldu? Səs düşümü müşahidə olundu. Deməli səs və hərf tərkibi fərqləndi. 71. 71-ci sualda deyir ki, hansı cərgədəki sözlər hərf və səs tərkibinə görə fərqlənir? Baxırıq 60 aypara, təravət, epiya, uza. Hansı cərgədəki sözlər hərf və səs tərkibinə görə akvarel, akrobat, uzaq mövcud, aşırım, vətəndaş. Burada isə necə yanaşacağıq? Burada verilmiş hər iki sözün deyiliş və yazılışına baxırıq. Baxın, buradakı variantların deyiliş və yazılışında heç bir fərq olmur. Bir dənə burada epiya, o aya keçir, amma bu ilə olduğu kimi təravət, elə təravətdir. Akvarel ilə akvareldir. Akrobat, akrabat. Vurğu sonra burada da o aya keçdi, amma bu olduğu kimi qaldı. Belə deyək də, gəlin buranı silək, daha da aydın başa düşəsiniz. 60 sözü necə yazılır, o cürdə tələffüz olunur.
Deməli bunun keyfiyyət fərqi yoxdur da burada. Aypara da necə yazılır, elə də oxunur. Təravət necə yazılırsa, elə də deyilir. Epoepiya yazılır, epaepiya kimi tələffüz olunur. Burada o aya keçdi. Akvarel o olduğu kimidir. Akrobat burada da o aya keçdi. Aşırım vətəndaş heç bir dəyişiklik yoxdur. Necə yazılır, elə də tələffüz olunur. Uzaq sözü olur uzaq, dəyişdi. Mövcud sözü d ilə qurtarır, olur mövcud. Hər ikisi dəyişdi. Hərf və səs tərkibinə görə fərqlənən cərgə budur. Niyə? Çünki burada verilmiş 2 dənə sözdə də səs dəyişdi. Yəni q-x-ya keçdi, t-ya da keçdi, t-ya keçdi. Amma digər sözlər A və E variantında olduğu kimi necə yazılırdısa elə deyilirdi. Heç bir fərq yoxdur. B ilə D də 2 sözdən birində oldu. Amma C variantında hər 2 söz oldu. 72-ci suala baxırıq. 70-də hansı sözdə səs və hərflərin sayı bərabərdir? Daha doğrusu 72, mən 73 oxudum. 72-də deyir ki, sözlərdən birində səslərin sayı hərflərin sayından azdır. Addım sözü ilə addım olaraq da yazılır. Deməli 5 səs var, 5 hərf var. Burada bərabərdir. Minnət sözündə də 6 səs, 6 hərf var, getdi. Müstəqillik burada kəmiyyət fərqi yaranmadı, amma keyfiyyət fərqi vardı. Bizə deyir ki, kəmiyyət fərqi olsun da. Suverenlik burada da səs və hərflərin sayı eynidir, amma sərbəstlik sözündə bu t düşür, t. L da d-ya keçir. Deməli t, burada neçə səs hərf var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə hərfimiz var. İndi bunun transkripsiyasını yazaq. Sərbəstlik. İndi sayıram bunu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə də səs var. Deməli, bu variantımızda, yəni E variantımızda səslərin sayı azdır hərflərə nisbətən. Burada oldu cavab E. 73-cü sual. 73-cü sualda deyir ki, hansı sözdə səs və hərflərin sayı bərabərdir? Bəxtsiz sözündə də bax x-t olacaq bəxtsiz. T düşəcək tələffüzdə. Deməli, düşdüyünə görə bərabər olmayacaq. Bədii sözü incisli qoşa samitlərdən biri düşür, biri uzanır. Bədi. Deməli, burada da fərqləndi. Biabır sözü, görürsünüz, 2 dənə sait yanaşı gəlib, biri də i-dir. O zaman nə olacaq? Arasına y girəcək. Olacaq biyabır. I-sı da var. Bəşəriyyət sözünün kökü bəşərdir. Sözün kökü olduğuna görə tələffüzdə nə olur? Y-nin biri düşür, burada da hərf və səs. Amma bəraət sözündə 2 dənə sait yanaşı gəlib və 2 saitin ikisində, yəni heç birində i yoxdur da. Heç birində i yoxdursa demişdik ki, nədir? Olduğu kimi. İstisnamız var idi, o nə idi sizcə? 2 dənə müxtəlif cinsdə qoşa sait yanaşı gəlir, amma heç biri i deyil, amma arasına y girir. A-ü. A-ü. Misalda demişdim. Təqaüd. Baxın, burada y girdi. Baxmayaraq ki, o 2 dənə saitin heç birində i saiti yoxdur. 74. 74-cü sualda deyir ki, səslərin sayı hərflərin sayından az olan sözü müəyyən edin. Deməli, bizə nə deyir ki, səs az olsun. Hərflər çox olsun, səs az olsun. Buraları silək. Səliqəli olsun. Deyir ki, səslərin sayı, bura yazaq hərf, h hərfi, burada yazaq səs. Baş hərflərini yazıram. Səslərin sayı hərflərin sayından az olsun. Yəni, hərflərin sayı çox olsun deyir, səslərin sayı az olsun. Zəif sözü, ə-i, nə olacaq? Zəif. Zəif. Burada səslərin sayı hərflərin sayından çox oldu, əksi oldu.
Şüar ü ilə a işlənib. Bunun arasına y girməyəcək. Olduğu kimi olacaq. Elə şüarda qalacaq. Burada da bərabər oldu. Güclü olacaq gücdü. Burada da olduğu kimidir. Poema olduğu kimidir. O-la e'dir. Neftçi sözündə olacaq neftçi. Sayırıq 1, 2, 3, 4, 5, 6. 6 səs var. 1, 2, 3, 4, 5. 5 də hərf var. Deməli nə oldu? Əksinə. Üzr sayın. Deməli nə oldu? 6 hərf oldu. 5 dənə də səs oldu. Bizim də hərfimiz ödədir. Hərflərin sayı çox oldu. 75-ci suala baxırıq. 75-ci sualda deyir ki, qiraət, heca, qənaət sözləri üçün hansı fikir var? Həm saitlə, həm də samitlə bitən heca var. Qiraət. Bu cürdür. Heca. Qənaət. Sözdür bu cür hecalara bölünür. Deyir ki, həm saitlə, həm də saitlə bitən heca var. Bax, saitlə bitən heca, samitlə bitən heca, saitlə bitən heca, saitlə bitən heca, saysa, heca. Deməli, bu ortaq fikir istəyir, düz deyilmi? Deməli, A variantı ola bilməz. Niyə? Çünki heca sözü yalnız saitlə bitən heca oldu. Uzanan sait varmı? Qiraət, bəli. Qənaət, bəli. Amma heca sözündə uzanan sait yoxdur. Heca sözündə. Heca ola bilsin ki, deyirsiniz, hə, biz belə deyirik, amma heca sözündə qardaş vurğu yoxdur. Hecadır, vitamindir, cümhuriyyətdir. Bu sözlərdə uzanma yoxdur. Deyilişi ilə yazışı fərqlənmir. Bəli, qiraətdir, qənaətdir, hecadır. Deyilişi ilə yazışı fərqlənmədiyinə görə ortaq xüsusiyyət eləcək olacaq. 2 hecalı sözdür. Qənaətlə qiraət sözü 3 hecalı sözdür. Bu isə 2 hecalıdır. Ortaq deyil. Ahəng qanuna tabedir. Heç biri tabe deyil. Orada cavabımız C. 75-ci sualda. Keçid alırıq 76-ya. 76-cı sualda tələbkarlıq sözünün fonetik xüsusiyyəti ilə bağlı cədvəldəki uyğun. Tələbkarlıq olacaq necə? Tələbkarlıq. Söz budur. Tələffüz olunur. Və bizdən deyir ki, uyğun fikirlərə. Bu klasterdə uyğun fikir istəyirmi, uyğun fikir, yəni uyğunsuzluğumu istəyir, ona həmişə diqqət edin. Uyğun fikir istəyirsə doğrudan mən doğru fikri götürəcəm, yanlışdan yanlış. Əgər uyğun olmayan fikir desəydi, doğrudan yanlış, yanlışdan doğru götürəcəkdim. İndi baxırıq bir-bir distraktorlara. Deyir, yazılışı və deyilişi arasında 2 fərqli məqam var. Bəli. Tələbkarlıq sözündə l, r-ya keçdi, q-da x-ya keçdi. Bu doğrudur. Biri götürdüm. Artıq bir olmayan variantları çıxır, amma artıq qaldı mənim cavabım ya A-dır, ya C. Kar və cingiltili samitlərin sayı bərabərdir. Baxaq. Tələbkarlıq sözündə kar samitlərə baxaq, bir də cingiltili samitlərə baxaq. T kardır, Ç kardır, X kardır. 3 dənə karı var. L-dır, B-dır, 2 dənə də R-dır. 4 dənə də nə var? Cingiltili. İndi bizdə nə deyirdi? Kar və cingiltili samitlərin sayı bərabərdir. Bərabər deyil, axı 3 dənə kar var, 4 dənə cingiltili. 2 getdi. 2 də A variantında var. Getdi, mənim cavabım oldu. Heç baxın. 3, 4, 5, 6 gör. 2 dənə mən varianta baxmaqla mən cavabımın C olduğunu artıq tapmış oldum. Bu da sizə əlavə vaxt qazandırmış olur. Amma indi baxaq. Qarşılığı olmayan 3 samit işlənmişdi. Baxıram. 1. L-nın qarşılığı yoxdur. R-nın qarşılığı yoxdur. 2 dənə R-nın qarşılığı yoxdur. Deməli 3 dənə samitin düz deyir. Bunu götürürəm. İndi yanlışın altından yanlış fikirləri götürülür, düz deyilmi? Kar cingiltili samit cütlüyü işlənmişdir. Burada kar və cingiltili samit cütlüyü yoxdur. Kar samit cütlüyü bilirsiniz nədir? Məsəl üçün
T varsa D da var və yaxud da S varsa Z da var. Bax bu çar cingiltili camit cütlüyüdür. Hani burada T var amma D yoxdur. L-nın ümumiyyətlə qarşılığı yoxdur. B var, P yoxdur. Q var, Q yoxdur. R-ların qarşılığı yoxdur. X var, X-nın qarşılığı indi Q da yoxdur. Deməli bu da yanlışdır. Yanlışın altından yanlışı da mən götürürəm. Hecalardan biri saitlə bitir. Doğrudur. Tələbkarlıq. Samitlə bitdi. Hecanın biri incə açıq dodaqlanmayan sait. Bu da doğrudur. Deməli cavabım oldu C bəndə. 77-ci suala baxırıq. 77-ci sualda bizdən nə istəyir? Uyğun fikirləri. Səslərin və hərflərin sayı bərabərdir. Fəaliyyət sözünün kökü fəaldır və bir y-la tələffüz olunacaq. Bərabər olmadı. 1 getdi. Müstəqillik sözü. Müstəqillik. Bəli, bərabərdir. Burada hər hansısa bir səs artımı, səs düşümü yoxdur. Vəsait. A-i. Arasından y girəcək olacaq vəsait. 3-də getdi. A getdi. Ya 2-4-lü ya 4-5-dir. Səslərin sayı hərflərin sayından azdır. Yəni deyir, səslərin sayı, yenə də burada yazıraq hərf, burada səs. Səslərin sayı hərflərin sayından azdır. Yəni hərflərin sayı çoxdur. Səslərin sayı az. Təəssüf sözü. Elə bunu götürürük. Təəssüf. Niyə? Ə düşür. Ə düşdüyünə görə səslərin sayı azaldı. 4-ü götürdüm. Müalicə olduğu kimi də bərabərdir. Təbiətdə də əksinə səslərin sayı çox olur. Bizdən deyir ki, səslərin sayı hərflərin sayından az olsun. Cavabım nə oldu? 2, 4, B variantı. 78-ci suala baxırıq. 78-ci sualda deyir, əziyyətlidir. Bir də müavinlər sözünü İlirvin diaqramına aid. Baxın. Əziyyət sözünə baxırıq. Əziyyət sözünün kökü əz deyil. Əziyyətlə əzilməyin arasında heç bir məna bağlılığı yoxdur. Ona görə biz sözün kökü olmadığına görə biz nə edirik? Burada tələffüzdə y düşəcəkmi? Xeyr, düşməyəcək. Əksinə, yəni əziyyətlidir sözünün də 2 y var, amma tələffüzdə nə olacaq? Baxmayaraq ki, sözün kökü yoxdur burada, yəni əz deyil, əziyyət sözünün kökü. Amma burada nə olacaq? Səs düşümü olacaq. Gəlin transkripsiyanı yazaq, özünüz görəcəksiniz burada. Əziyyətlidir sözü. Əziyyətlidir. Müavinlər. Müavinlər. Sözün tələffüzü bu cür olacaq. Uşaqlar, dır şəkilçisi həmişə şəxs xəbərli şəkilçisi olanda tələffüzdə həmişə r düşür. İndi baxırıq, 2 məqamda səs düşümü var. Əziyyətlidir sözündə r düşdü və y. Y səsinin biri də düşdü. Onu deməli doğrudur da fikrimiz. Müavinlər sözünə də aid deyil. Yəni müavinlər sözündə ümumiyyətlə səs düşümü falan yoxdur. Ona görə yəni yalnız bu bir əziyyətlidir. Bu doğrudur da. Yəni müavinlərdə də o söz olsaydı bir ortaq olmalı idi, götürməməli idi. Amma əziyyətlidir sözündə 2 məqamda səs düşümü vardı. Fikir doğrudur. Ona görə biri götürürəm. Saitlərdən heç biri uzanmır. Müavinlər əziyyətlidir. Axı heç birində yox. Müavinlərdə uzanma var. 2 bura yazılmalı idi. 2-ni götürmürəm. Səs düşümü yoxdur. Səs düşümü yoxdur. Bax buradadır. Müavinlərdə səs düşümü yoxdur. Yəni bu 3 ortaq xüsusiyyət kimi səs düşümü yoxdur. Ortaq hər ikisinə aid olmalı idi. Amma müavinlər sözünə təkcə aiddir. Bu da getdi. Yazıldığı kimi tələffüz olunmayan samit var. Baxırıq, yazıldığı kimi, əziyyətli sözündə l səsi var, amma tələffüzündə d-ya keçdi.
Burada muavinlər sözündə də l var, amma n kimi oldu. Hər iki sözdə l var. Birində l d-ya keçdi, digərində isə l n-ya keçdi. Deməli yazıldığı kimi tələffüz olunmayan samit vardı fikri nədir? Ortaq 4-ə bura yazılmalıdır. Həqiqətən də 4 bura yazılıb da. Deməli 4-ə götürəcəm. Son hecası fərqli tələffüz olunur. Əziyyətlidir, muavinlər. Bəli, hər iki sözdə son hecası fərqli tələffüz olunur. Burada r düşür, burada da lər olur, nər. Bu ortaq, yəni 5-ci fikir burada yazılmalı idi. Amma götürüb muavinlər sözünün altına yazıb, deməli bunu götürməli deyilik. Orfeepiyası, yəni tələffüzü, orfoqrafiyasından fərqlidir. Yəni deyir ki, tələffüzü yazılışından fərqlənir. Muavinlər də fərqlənir, əziyyətlidir sözü də fərqlənir. 6 da ortaq fikir olmalıdır. Ona görə götürmürük. 6-nı muavinlər sözünün yanına yazır. Burada deməli cavabımız oldu 1-4 D bəndi. 79-cu suala baxırıq. 79-cu sualda deyir, verilmiş sözlər əsasında Eyler-Venn diaqramındakı səhvləri müəyyən. Artıq burada səhvləri müəyyən eləyəcəyik. Duzlu sözünü verib. Duzlu sözü necə olacaq? Duzdu. Duzdu. Gözlük sözü də olacaq gözdük. Gözdük. Xışdıq. İndi baxırıq. Eyni samitdən və eyni saitdən istifadə olunur. Bəli, bax, eyni samit burada da var, burada da var. Eyni sait burada da var, burada da var. İndi görək burada da mı var elə bir şey? Burada yoxdur. Deməli bu yerindədir. Bax, bir yerindədir, doğrudur. Bizdən səhvi istəyir. Səhvi istədiyinə görə birə toxunmuram. Bir yerindədir. Tamam, əla. Bir yerindədirsə C getdi, A getdi. Növbəti samitlərin hamısının qarşılığı yoxdur. Hamısının qarşılığı yoxdur. Baxırıq. Hamısının qarşılığı yoxdur deyir. Var axı, bunların hamısının var. Buranın da hamısının var. Düz deyilmi? Ümumiyyətlə bu ikinci fikir nə ortaq xüsusiyyətdir, nə sağa, nə də sola aid olan bir şeydir. Duzlu sözündə samitlərin hamısının qarşılığı deyir yoxdur. Hamısının qarşılığı var. Deməli 2 bura aid deyil. Gözlük sözündə də deyir samitlərin, bu ümumiyyətlə 2 səhvdir. 2-ni götürdük. Tərkibində t samitinin qarşılığı var. Yəni t samitinin qarşılığı nədir? D. Deyir tərkibində d var. Bəli, burada da var. Burada da var. Bu ortaq fikirdir. 3 deyil ortada yazılıb. Bu doğrudur. Mən buradan təkcə 3-ü götürmüşəm. Daha doğrusu təkcə 2-ni götürmüşəm. Fərqli tələffüz samitlə bağlıdır. Düz deyir. Gözlük sözündə l d-ya keçib, k da x-ə keçib. Samitlə bağlıdır. Duzlu sözündə də axı bu fərqli tələffüz samitlə bağlıdır. Bu 4 nə olmalıdır? Burada yazılmalıdır, amma burada yazıb. Burada yazıbsa deməli səhvdir. 2-4 cavab D variantı. Davam edirik. 80-ci sualda ötkəm sözü. Ötkəm sözün ötkəm kimi tələffüz olunur. Vurğuda sonda olur. Ötkəm. Saitlərin hər ikisi açıq saitdir. Ö-dür, ə-dir, açıq saitdir. Yazılışı ilə deyilişi fərqlənir. Bəli, fərqlənir. İncə saitlərin ahəngi gözlənmişdir. Bəli, hər ikisi incədir. Kar qarşılığı olan bir samit var. Kar qarşılığı olan bir samit. Bu da doğru fikirdir. Kar qarşılığı olan bir samit. Çünki burada 2 dənə cingiltilimiz var. 2 dənə cingiltili. Bunun kar qarşılığı var, bunun kar qarşılığı yoxdur. Demək, kar qarşılığı olan bir samit var. Fikri də doğrudur. Bu isə cingiltili qarşılığı olan samitdir. Buna dəymirik. Vurğu sözün ilk hecasındadırmı? Xeyr, ilk hecada deyil. Ötkəm sonda da cavabımız E oldu. Davam eləyəkmi? Hələlik bu qədər. Ardından növbəti videoda paylaşaram. Sağ olun, salamat qalın.
Salam yoldaşlar, hər vaxtınız xeyirli olsun. 81-ci sualdan davam edirik. Qaldığımız yerdən dərdli sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Deməli, dərdli sözünü biz əvvəlcə nə edəcəyik? Transkripsiyada yazıb tələffüzünə baxıb sonra yola çıxacağıq. Həmişə birinci sözün tələffüzünü yazırıq sonra. Dərd sözü d ilə bitən sözdür və ona samitlə başlayan l, li, lo, lü şəkilçisi qoşulub. Ona görə nə olacaq? D t'ya keçəcək. Dərd, l da d'ya. Dərddir. Bu formada sözün tələffüzü olacaq. Elə cavabımız A-dır. Baxın, deyir r, l samitlərin kar qarşılığı yoxdur. Düz deyir. L ilə r-nın kar qarşılığı yoxdur. Amma bizim sözümüzdə l varmı? Baxın, transkripsiyasının içərisində l varmı? Yoxdur. Deməli, cavab ilə A-dır. Sözün yazılışına baxıb çaşdırmaq istəyir. Keçirik 82-ci suala. 82-ci sualda da zambaq sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikir. Deməli, b, baxın, b hərfindən əvvəl m gələndə necə olurdu? M keçirdi m-ya. Zambaq. Bu formada olacaq. Və cavabımız da elə burada C olacaq. Çünki bizdən səhvi istəyir. Niyə C olacaq? Çünki burada deyir ki, Z, N, B, K cingiltili samitdir. Düz deyir. Z da cingiltilidir. N da, B da, G da. Amma bizim sözümüzdə M yoxdur. M var. Ona görə cavabımız C oldu. Digər variantlar isə doğru olacaq. Eyni. Bax, 83-də eyni tipli sualdır. Cavabımız C-dir. Çünki tənbəl sözü də necə yazılır? Tənbəl. Bu formada yazılırsa, bizim sözümüzdə n var, bizim transkripsiyanın içərisində, yəni səslərimizdə n var, yoxsa yox? Burada deyir ki, n cingiltili samitdir. Düz eləyir. Düz deyir, n cingiltili samitdir. Amma bizim tənbəl sözümüzlə bağlı deyir axı. Normalda n cingiltili samitdir, amma deyir tənbəl sözü ilə bağlı. Tənbəl sözünün də transkripsiyası tənbəl olur. N olmur. Tələffüzündə n olmur. Burada da n deyir, deməli səhvdir. 84-cü sual. 84-cü sual. Baxın, hər şey, bütün bayla 82 olsun, 83 olsun, 84 olsun. Hamısı sözün tələffüzünü düzgün yazmağımızdan asılıdır. İtki sözü necə olur? İtci. K keçdi c-ya. İndi deyin görüm. Burada k səsi varmı? Yoxdur, c səsi var. Elə cavab E oldu. Deyir ki, kar samitə cingilti qarşılığı c samitə. Düz deyir. K karda cingilti qarşılığı c-dir. Amma itki sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikir istəyir. Ona görə k səsi yoxdur. K yoxdur qardaş. Bizim sözün tələffüzündə k yoxdur. Ona görə cavab E oldu. 85-ci sual. Yenə də küskün sözünü yazırıq. Küskün. Küskün sözü. Deyilişi ilə yazılışı səhvi istəyir. Deyilişi və yazılışı fərqlənirmi? Bəli, fərqlənir. Çünki k c-ya keçdi. 3 kar 1 cingiltili. Baxaq, k kardır, s kardır, c cingiltilidir, n cingiltilidir. Deməli nə oldu? 2 kar oldu, 2 cingiltili oldu. Salam beləcəm. Sən əgər sözün yazılışına baxsan, k kar, s kar, k kar, n cingiltili deyəcəksən, hə müəllim 3 kar, 1 cingiltili samit var, düzdür də. Amma sən sözün tələffüzünə baxmadığın sürəcə bütün testləri səhv yazmış olasan. 86-cı sual. Dastan sözü. Dastan sözü necə yazılır? Dastan. T keçdi, d-ya. İndi bizdən deyir səhv fikir. Deyir A qalın açıq dodaqlanmayan sahitdir, düzdür. Sözün səs və hərf tərkibi fərqlənmir. Fərqlənirmi? Bəli, fərqlənir. Sözün səs və hərf tərkibi fərqlənir nə deməkdir? Fərqlənir və yaxud da fərqlənmir. Yəni deyir ki, deyilik və yazılış arasında heç bir fərq yoxdur. Axı var. T keçdi, d-ya. Fərqlənmir deyir. Axı fərqlənir. Deməli səhv fikir budur. Sadəcə. Vurğu ikinci hecam üzərindədir. Bəli, qalan saatlərin ahəngi var. Bəli, 3 cingiltili və 1 kar samit işləmişdir. D cingiltili, S cingiltili, kar, D cingiltili, 3 dənə cingiltili, bir dənə də S kar.
Bu da doğrudur. Cavab oldu B. 87-ci sual. Deyir, yastı sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikri müəyyən edin. İki cingiltili bir kar samiti vardır. Bəli, yastı sözü necə olacaq? Yastı. T keçəcək D-ya. İki dənə cingiltili var. D, Y. Bir kar samiti var. S. Doğrudur. İki hecalıdır. Bəli. A, I. İki dənə saitimiz var. İki hecalı. Vuruğu birinci hecaya düşür. Yastı deyirsən, yoxsa yastı? Sonda da vuruğu birinci hecaya düşmür. Deməli, cavab B-dir. İki qalın dodaqlanmayan saat işlənmişdir. Düz yazışı ilə dəyişib fərqlənir. Düzdür. Sözdə qalın saatlərin ahəngi gözlənmişdir. Düzdür. Cavabımız oldu. 87-ci sualda B. 88. Yanıq sözünün fonetik xüsusiyyəti. Yanıq sözü sonu q ilə bitən milli sözdür olacaq. Yanıq. 5 səs, 5 hərf var. Bəli. Sayın buranı 5 dənə səsdir. Sayın buranı 5 dənə hərf buradadır. 5 dənə səs də buradadır. Bu doğrudur. A qalın, açıq, dodaqlanmayan, I qalın, qapalı, dodaqlanmayan saitdir. Bu da düzdür. Cingiltili samitlərdən ikisinin kar qarşılığı var. Cingiltili samitlərin ikisinin deyir kar qarşılığı var. Baxırıq, burada iki dənə cingiltili samitimiz var, Y ilə N. Bunun da birinin kar qarşılığı var, birinin yoxdur. Ona deyir ki, ikisinin kar qarşılığı var. Deməli, səhv budur. Birinin var. Cavab C oldu. İki hecalı sözdür, vuruğu ikinci heca düşür. Düzdür. Qalın saatlərin ahəngi var. Bu da düzdür. 89-cu sual. Tənbəllik sözü. Baxın, tənbəl sözü də B-dan sonra M gəlib tələffüzü necə olacaq? Tənbəllik. Ç da Y-yə keçir, Y da X iştirəxə keçir. İndi deyək ki, B-yə baxın. N, B, L cingiltili samitlərdə T, K, kar samitlərdə. Düz deyir. Amma səhv nəyə görə B-dir? Çünki bu sözdə M yoxdur. M var. Bayaqki sözlə bağlı, zambaq sözü ilə bağlı olan test kimidir bu da. 90-cı sual. Deyir, avtobus sözünün fonetik xüsusiyyətlərlə bağlı səhv fikir. Avtobus necə olacaq? Avtobus. Bu formada olacaq. Düz deyilmi? Səs və hərflərin sayı eynidir. Düzdür. Yazışı ilə işarətlə fərq yoxdur. Fərq var. Yəni cavab B oldu. Üç hecalı sözdür, vuruğu ikincisi düzdür. Ahəng qanunu pozulmamışdır. Düzdür. A qalın, açıq dodaqlanan, U qalın dodaqlanan saatlərdir. Doğru. Bu arada avtobus sözünün transkripsiyasını düzgün qeyd eləmədim. Avtobus bu şəkildə olacaq. D T-yə keçməyəcək, bu F-yə keçəcək. Papak sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikir müəyyən edin. Papak sözü milli sözdür. Transkripsiyada da Q keçəcək X-ya. Papaq. 91-ci sualla davam edirik. Doxsan birdə deməli deyir ki, Q cingiltili samitdir, kar qarşılığı K samitidir. Deyin görün bu sözdə Q samiti varmı? Papak sözündə. Papak sözündə yazılışında Q var. Biz tələffüzünə görə, fonetik təhlil apardığımıza görə burada Q yoxdur. Elə cavabımız oldu A. Digər variantlara baxmağa ehtiyac yoxdur. Eyni tipli suallardır. Xəstə sözü. Xəstə sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikri müəyyən edin. Xəstə sözü necə olacaq? Xəstə. Vurğu ikinci hecaya düşür. Bəli. Ə incə açıq dodaqlanmayan saitdir. Bəli. 5 hərf, 5 səs var. Bəli. Sözün hecaları xəstə düzdür. Samitlərin üçü də kardır. Baxırıq. X
X çardı, S çardı, amma D cingiltilidir. Deməli səhv budur. 96-cı sualdan davam edirik. Sürtükü. Sürtükü sözünün fonetik xüsusiyyəti. Bu necə olacaq? Sürtgü. Sözün yazışı dəyişib fərqlənir? Bəli, fərqlənir. Sözdə 3 çar bir cingiltili var. Baxırıq. S çardı, T çardı, R ilə də C 2 cingiltili var. 2 dənə də çar var. 3 çar hardan oldu? Deməli cavab B oldu. Sözün hecaları sürtükü, düzdür. Vurğu ikinci hecaya düşür, düzdür. Sözdə 6 səs, 6 hərf var, düzdür. 94-cü sual. Bəxtiyar necə olacaq? Bəxtiyar. Bu formada. XT hərf birləşməsində deməli ümumiyyətlə XT yox, bəxt olur, bəxt. Bir dənə burada nə var? Deyilişi və yazışı arasında bir fərqli məqam var. Bəxtiyar olur, bəxtiyar. Başqa heç bir fərq yoxdur. Vurğu sonuncu hecaya düşür, bəxtiyar. Bəli. Sözdə 8 səs, 8 hərf işlənmişdir. Baxırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8 doğrudur. Ahəng qanunu pozulmuşdur. Bəli, incə A qalın. Sözdə 2 kar 3 cingiltili baxırıq. Burada bir dənə X-dır kar. 1, 2, 3, 4. 4 dənə də cingiltili var. Bir dənə kar var. Deməli, səhvimiz oldu 94-də D. 95-ci suala baxaq. Şəkil sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikir. Şəkil ilə şəkil olaraq bu tərəf sonlar. Ə və İ incə dodaqlanmayan saitlərdir, düzdür. 2 hecalı sözdür, vurğu ikinciyə düşür. Şəkil, bəli. Tərkibində açıq sait uzuntaş. Açıq sait bax, burada ədir. Gəlin uzadaq görək həqiqətən uzanırmı? Şəkil. Deməli uzanmır da, səhv budur. 94-də C. 96-cı sual. Məişət sözü 2 dənə saat yanaşı gəlib, biri də İ-dir. Necə olacaq? Məişət. 6 səs 6 hərfdən ibarətdir. Xeyr, çünki burada Y artırıldığına görə 6 hərf var, amma 7 səs var. Deməli bu səhvdir, amma bizdən doğrunu istəyir ha. Çaşmayın. 5 dənə, 10 dənə səhv fikir elə öyrəşirik səhvləri axtarmağa. Gəlir növbəti sual doğru fikir deyir, yanılmış oluruq. 3 hecalı sözdür, bəli. 2 dənə bir dənə İ var, 3 hecalı sözdür. Vurğu sonuncu heca düşür, bəli. 2-ni götürdük. Sözdə 2 incə dodaqlanmayan açıq bir incə dodaqlanmayan qapalı İ saiti işlənmişdir. Və sözümüzdə 2 dənə işlənib, bir dənə də İ işlənib, düz deyilmi? Deyir 2 dənə incə dodaqlanmayan açıq. Və 2 dənə bax ələr incədir, dodaqlanmayandır və açıqdır. Çünki açıq dediyinə görə İ-ni götürmürəm, İ qapalıdır. Saiti bir incə, bax İ-ni deyir, bir dənə incə dodaqlanmayan qapalı sait işlənmişdir, doğrudur. Sözdə 3 samit səs var. M cingiltili, Ş, T, kar. 3 samit varmı? Bəs Y hanı? Bizdə axı Y da var. Deməli bu səhvdir. Sözün yazısı dəyişir, fərqlənir, bəli, doğrudur. Deməli cavabımız oldu nə? 2, 3, 5. Cavab D. 97-ci sual. Dəftər sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikri müəyyən edin. Dəftər. T keçdi D-ya.
İndi sözdə D, D, E, F, T, E, R hərfləri, D, E, F, T, R səsləri var. Axı D-ya keçdi. Deməli səhv fikir elə budur. 1. 2 kar, 2 cingiltili samit. Baxırıq. D cingiltili, F kar, D cingiltili, bu da cingiltili. 3 dənə cingiltili, 1 dənə kar. Deməli bu da səhvdir. 2-ni götürdük. 2 hecalıdır. Bəli, dəftər. Bu ikinci hecə düşür. Bəli, dəftər. Tələffüzü ilə yazışı fərqlənmir. Səhv deyir, fərqlənir. Cavabım oldu 1, 2, 5. Bu da cavab E variantındadır. 98-ci suala baxırıq. Deyir, cərgələrin birində sözlərdə eyni səs müxtəlif hərfləri ifadə edir. Eyni səs var, bar, rəqs, qadir. Cavab B olacaq. Niyə? Bax, yazaq bura rəqs sözünün transkripsiyasını. Rəqs. Burada yazırıq kadr. Baxın, hər iki dənə sözün tələffüzünə baxın. Burada da K var, burada da K var. Amma bunun yazılışında, bu rəqs sözünün yazılışında Q idi. Burada isə K-dır. Deməli, sözlərdə eyni səs, yəni bax, bununla bu, müxtəlif hərflərlə ifadə olunub. Biri Q-la, biri K-la. Deməli, cavabımız elə oldu B. 99-a baxırıq. 99-da deyir, hansı sözdə sadalanan xüsusiyyətlərdən yalnız biri var? Səs düşümü, ahəng qanun pozulması. Sətir sözünə baxırıq. Sətir sözü elə yazıldığı kimi də deyilir. Səs düşümü varmı? Yox. Ahəng qanunun pozulması. Amma burada 2 dənə incə sayt var, pozulmayıb. A variantı heç bir şərti ödəmədi. Bizə deyir, yalnız birin ödəsin. Mötəbər. Mötəbər sözündə səs düşümü yoxdur, ödəmədi. Ahəng qanunu pozulması pozulmadı. Bunu da ödəmədi. Ədəbiyyat, səs düşümü var. Bəli, qoşa yığına yazılıb, sözün də kökü var, olacaq ədəbiyyat. Yerləşmədi, bir dəqiqə. Səs düşümü var, düz deyir, var, buranı ödədi. Ahəng qanunu pozulması, bəli, buranı da ödədi. C variantı hər iki variantı ödədi. Amma mənə deyir ki, yalnız birini ödəsin. Mənə deyir ki, yalnız birini ödəsin. Axı mənə ikisini də ödədi. İkisini ödədiyinə görə C variantı getdi. Məşğuliyyət. Məşğuliyyət sözündə Y-nın biri düşür, səs düşümü var. Buranı ödədi. Həmçinin U qalın, Ə-i saitlər isə incədir. Ahəng qanunda pozuldu. Məşğuliyyət sözü də bizim hər iki şərtimizi ödədi. Deməli, bu da ola bilməz. Mədəniyyət sözünün kökü mədəni. Bunda da Y düşəcək, səs düşümü var, ödədi. Ahəng qanunun pozulması, xeyr, burada ədi, idi, hamısı incədir, ahəng qanunu pozulmur. Bunu isə ödəmədi. Baxın, A ilə B variantı heç bir şərti ödəmədi. C ilə E variantı hər iki şərti ödədi. Amma D variantı bir şərti ödədi, bir şərti ödəmədi. Deməli, yalnız birini ödədi. Cavabımız olacaq D. 100-cü sual. Deyir ki, sual işarəsinin yerinə uyğun olan söz. Baxın, sual işarəsinin yerinə ortaq bir fikir yazmalıyıq. Hansı sözü yazsa, bu verilmiş dairələrin içərisində ödəməlidir. Deyir, son samiti tələffüz zamanı karlaşır. Faydalanmaq, faydalanmaq ödədi. Hamarlamaq, hamarlamaq ödədi. İtaətkarlıq, itaətkarlıq ödədi. Vacib oldu, vacib. Çünki sonu bununla qutarır. Sadəlik olacaq, sadəlik, x işlik. Son samiti tələffüz zamanı karlaşır. Bu bütün variantları ödədi. Səs uzanması baş verir.
Faydalanmaq sözündə səs uzanması baş vermir. Artıq A variantı getdi. Hamarlamaq, hamarlamaq, hamarlamaq. Görürsüz, heç bir sayt uzanmır. D variantı. Vacib. Aha, B variantı buranı ödədi. B variantı həm buranı ödədi, həm buranı ödədi. A, C, D, E. Baxın, bu xanaların üstündə yazdıqlarım hamısını qəbul elədi. B variantı da qəbul edib. B variantı artıq burandır. B variantı buranı da ödəsə artıq nə olacaq? Cavabımız B olacaq. Amma baxarıq, görək ödəyirmi, ödəmirmi? Səs uzanması sonra sadəlik. C variantı buranı da ödədi. İtaətkarlıq. Y variantı buranı da ödədi. İndi qaldı sonuncu. Baxın bu hissə. Bu hissədə verilmiş söz görək B-nimi, C-nimi, E-nimi qəbul edəcək. Hansını qəbul etsə odur. Yazılışı və deyilişi arasında iki fərqli məqam. Vacib sözünün deyiliş və yazılışında heç bir fərq yoxdur. Artıq B-ni yaza bilmərəm bura. B buranı ödədi, buranı ödədi, amma buranı ödəmədi, ona görə götürə bilmərəm. Sonra sadəlik. Sadəlik necə yazılır? Sadəlik xəşdirix. Bu sözün də deyiliş və yazılışında bir fərqli məqam olduğuna görə C buranı da ödəmədiyinə görə C variantında silirik. İtaətkarlıq sözü necə yazılacaq? İtaətkarlıq. İtaətkarlıq sözündə L R-ya keçdi, Q da X-ya keçdi. Bu sözün deyiliş və yazılışında iki fərqli məqam var. Deməli, E-ni burada yaza bilərəm. Baxın, E-ni burada yazdım, burada yazdım, burada yazdım. Deməli, cavabım sual işarəsinin yerində Y variantı olmalıdır. 121, daha doğrusu 101, 102, 103. 103. Bunlar işləmirik. 103-ü bəlkə də görmək olar. Biraz da internetiniz zəif olsa, heç 104-ü də işləməyək. Aydın düşməyib. 105-dən başlayaq. 105-də deyir, sənətkarlıq örnəyi birləşməsindəki aslı tərəfin fonetik xüsusiyyəti ilə bağlı. Aslı tərəf birinci hissədir. Bura aslı tərəfdir, birinci tərəf. İkinci tərəf isə əsas tərəfdir. Bir də deyir ki, sənətkarlıq nəyə görə bu söz birləşməsini verib? Örnəyi sözündə qoşub onu elə yazsın sənətkarlıqda. Çünki örnəyi sözü nədir? Saitlə başlayır. Saitlə başlayanda da nə demişdik? Sənətkarlıq sonu q ilə bitəndə tək işlənirsə x, samit gəlirsə yenə x, sait gələrsə ğ. Məs buradakı bu sözə görə mən bunun tələffüzünü müəyyənləşdirdim. Oldu nə? Sənətkarlıq. Artıq buna x deməyəcəm. Niyə deməyəcəm? Çünki saitlə başlayır. Örnək sözü ö, saitlə başlayır. Deyilişi ilə yazılışı fərqlənir. Bu doğrudur. Bizdən səhv fikir istəyir. Doğrudursa bir götürmürəm. 2 r samiti var. Bəli, sənətkarlıq. Bunu da elədir. C samiti işlənmişdir. Bu deyir ki, sənətkarlıq yəqin ki deyəcəyik. Xeyr, kar şəkilçi olaraq heç vaxt dəyişmir. Səhv budur. Sözdəki x samiti kardır. Sözdə heç x var, siz Allah. X var burada. Deməli, səhv budur. Deməli, 105-də oldu cavab 3, 4. Azadlıq sözünün fonetik xüsusiyyəti. Azadlıq sözü artıq olacaq nə? A, qoşa buradan da uzanma işarəsini qoy. Azadlıq. Azad sözü d ilə bitir. Tələffüz olur t. Hərf və səslərin sayı bərabərdir. Bəli, burada səs düşmədi, səs artmadı, bu getdi. Səhv istəyir. 3 cingiltili bir kar samiti var. Z cingiltili, d cingiltili, t kar, x kar. Deməli 2 dənə kar var, 2 dənə də cingiltili var. Burada deyirsə 3 dənə cingiltili, səhvin biri budur. Sözdə kar cingiltili samit cütlü işlənmişdir. Baxın, t-dır, kar cingiltili samit cütlüyüdür. Bu doğrudur.
Sözdə çar yoxdur deyir. Hə, yoxdur deyir. Yox, axı var, t-dır. Vardı. Ona görə səhvdir. Yoxdur deyirsə səhvdir. 2, 3. 3 hecalı sözdür. Bəli. A, A, I 3 dənə samit, sait var. 3 dənə də heca var. Sözdəki T və X çar samitdir. Düzdür. Sözdə 2D və X. Xeyr, sözün yazılışında da yoxdur. Ümumiyyətlə burada görürsünüz bir dənə D səsi var. 2 dənə D yoxdur. Axı deməli səhv budur. 106-da oldu nə? 2, 3, 6. Ümid ilə sözünün fonetə xüsusiyyəti ilə bağlı səhv fikir. Ümid ilə necə olur? Ümidlə. Ümid sözü D ilə bitir. D T-yə keçir. L ilə olan sözlərdə nən kimi tələffüz olunur. Ümidlə. Deyilişi verisi fərqlənmir, səhvdir. Fərqlənir. Səhvi istəyir elə götürürük biri. Bütün samitlər cingiltilidir. Bəs bu T çarda axı. Deməli bu da səhvdir. Sözdə 3 cingiltili samitin kar qarşılığı yoxdur. Bu M-nın kar qarşılığı yoxdur. N-nın, bir də N-nın. 2 dənə N var. Bir dənə də 3 cingiltili samitin kar qarşılığı düz deyir. 3-ü götürmürəm. Sözdəki saitlərin biri dodaqlanan Ü, biri dodaqlanan, ikisi dodaqlanmayandır. Ümidlə, bu da doğrudur. Bir uzanan sait səs vardır. Ümidlə, bir uzanan sait səs vardır. Fikirdə yanlışdır. Deməli, burada da oldu. 1, 2, 5. 107-də cavab oldu. 1, 2, 5. Şərəflə. Şərəflə. Bu formada olacaq. Yazılışı da ki, fərqlənir. Düzgün fikir istəyir. Fərqlənir, bəli, fərqlənir. Hərf və səslərin sayı bərabər deyil. Bəli, bərabər deyilir. Bərabər deyil. Baxın, sayın bunu, yazılışın. 1, 2, 3, 4, 5, 6, 7. 7 hərf var. Buranı sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 səs var. Deməli, hərf və səslərin sayı bərabər deyil. Fikri doğrudur. Bərabər deyil çünki. 2 cingiltili 2 kar samit səs işlənmişdir. Baxırıq, Ş-dır, F-dır. 2 dənə kar samit işlənib, düzdür. R, N, 3 dənə də cingiltili samit işlənib. Səhvdir. İşlənən bütün saatlər açıq və incədir. Bəli, açıq və incədir. Ə-lə. Elə şərəflə sözündə hamısı ədir. Bütün saatlərdə açıqdır və incədir. 2 cingiltili samitin qarşılığı yoxdur. Şərəflə sözündə R-nın qarşılığı yoxdur. N-nın və bu növbəti sözün sonunda olanın 3 dənə samitin qarşılığı yoxdur. Burada da cavab oldu nə? 1, 2, 4. 109. Dəyişkən sözün fonetə xüsusiyyəti ilə bağlı düzgün fikir. Dəyişkən sözü necə olacaq? Yerdə yoxdur yazmağa. Dəyişkən. Bu formada olacaq. Deyir, yazılışı ilə deyilişi arasında fərq yoxdur. Var axı 2G-yə keçdi. Düzgün fikir istəyir, bu səhv fikirlə getdi. Həm açıq, həm də qapalı saat işlənmişdir. Ə açıq, İ də qapalı, düz deyir. Sözdəki C samiti, bax daha. Q samitin cingiltili qarşılıqdır, düz deyir. 2, 3. 3 hecalıdır. Baxırıq, sözün heca deyirsə artıq yazılışa baxıram. 1, 2, 3. 3 hecalıdır. Aha, düzdür. Və tərkibində kar cingiltili samit cütlüyü işlənmişdir. Hanı D-nın qarşılığı T? Hanı Y-nın qarşılığı X işləyirik? Hanı Ş-nın qarşılığı S? G-nın qarşılığı K? Deməli, yanlışdır da. Burada kar cingiltili samit cütlüyü işlənmir. 4 cingiltili bir kar samit var. Baxırıq, D cingiltili, Y cingiltili, 4 dənə cingiltili, bir dənə də kar Ş. Bu da doğrudur. Deməli, cavabımız oldu nə? 2, 3, 5. Eyni qaydada sürüşkən sözü də olacaq nə? Sürüşkən. Eyni tipli sözlərdir. Yazıcı ilə fərq yoxdur, düzgün istəyir. Fərq yoxdur, var. C
Samiti 2 samitin cingilti qarşılığı bəli. 2 samitin kar qarşılığı yoxdur. 2 samitin bax 1, bir də bu. Bu da doğrudur. 3 hecalıdır, sürüşkən, bəli və tərkibində bir dodaqlanan. Bir dənə deyir, axı 2 dənə dodaqlanan saat var, getdi. Saatlərin hamısı incədir, Ü və Ə incədir. Deməli 110-da da oldu. 2, 3, 5. Yoruldum, bilmirəm. İşləyim bunu axıra qədər, yoxsa bundan sonrasını məktəbdə baxarıq. Bunlarla bağlı nə səhvləriniz olsa, məktəbdə deyərsiniz, baxarıq. Bəli, bunlarla bağlı səhvləri məktəbdə deyəcəksiniz, baxacağım. Sağ olun, salamat qalın. Növbəti dərsimizin izahı, testimizin izahı daha doğrusu.